Rəsmə uşaqlıqdan həvəsim var idi. Evdə özüm üçün çəkirdim, məktəb vaxtı çəkirdim. Hətta əl işlərim məktəbdə sərgi kimi, yəni divarlarda yapışdırmışlar. Məktəb illərindən sonra rəsmimi belə deyim də dayandırmışdım. Yəni evdə də çəkirdim, arada sonra saxladım. Amma belə deyim də o his var idi məndə ki, o məni çəkirdi, rəsm özünə məni çəkirdi. Yenə də arada cızma qaralar edirdim. Sadəcə olaraq, tam olaraq rənglərlə işləmirdim. Çünki belə deyim də tam bilmirdim, ancaq sadə karandaşla çəkirdim. Bura bir layihə üzərindən gəldim, Dost İnklüziv Mərkəzinə. Dedim, burada çəkdiyimiz rəsmlər qonaqlar gəlir, məsəl üçün onlar üçün sərgi yaradılır. O sərgilərdə mən də rəsmlərimi qoyuram. Həqiqətən rəsm çəkəndə özümü xoşbəxt hiss edirəm. Ona görə də əgər kiminsə içərisində, ürəyində hansısa bir işə qarşı, rəsm olsun, digər sahə olsun, varsa hədəfini ora yönləndirsin və uğurlu alınacaq.